yazılmış qanunlar var, yazılmamış qanunlar var. Yazılmış qanunlar dövlət tərəfindən tənzimlənmiş konstitusiyadır və s. Yazılmamış qanunlar nədir? Tutalım, əxlaqi normalar. Tutalım, fərdlər razılığa gəlib bu işi öz öhdələrinə götürə bilərlər və ya əmək bölgüsünü öz aralarında bərabər şəkildə paylaşa bilərlər. Bu başqa bir məsələdir. Burada əsas razılıqdır. 2 nəfərdir, ərdir, arvaddır, bəydir, xanımdır. Deyir ki, tutalım, evin işlərini mən görəcəm, filan işləri sən görəcəksən və ya bu işlərdə mən sənə kömək edəcəm və s. Və bunu da haşi olaraq çıxım. Bizdə Azərbaycan cəmiyyətində, xüsusən bəzi bölgələrdə mən bunu müşahidə eləmişəm, bizdə belə bir stereotip var. Kişinin, bəyin evdə ev işlərinə kömək etməsi bu böyük bir qəbahət olaraq görülür. Və mənim üçün daha problemlisi budur ki, bəzən qadınlar da buna inanırlar. Çünki mən bəzi yerlərdə təlimlərdə biz danışanda ki, tutalım, burada nə qəbahət var ki, nə eyb var ki, kişi də xanıma kömək eləsin. Bəzən xanımlar özləri etiraz edirlər ki, yəni kişi də mətbəxə girərmi?